tələbələrimiz. Mən Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsini icra edən Əminağa Sadıxovun adından, Sumqayıt Dövlət Universitetinin çoxsaylı professor, müəllim və gələcəyimiz olan gənclərin adından bugün bizim tədbirimizə təşrif buyuran bizim qazi, müharibə iştirakçıları, şairləri, Dünya Gəncə Türk Yazarların Birliyinin sədri də buradadır. İndi bir sizə şükür, müəllim, bunlar hamısı təqdim edəcək. Mən kollektivimiz adına sizə xoş gəldi deyirəm. Vətən uğrunda, vətənimizin, torpaqlarımızın azadlığı uğrunda şirin canlarından keçən bütün şəhidlərimizin qarşısında baş əyərək onların əziz xatirəsini bir dəqiqə sükutla yad etmək sizi dəvət edirəm. Allah rəhmət eləsin onlara. Sağ olun. Bugün biz burada Azərbaycan Dövlət Gənclər Fondunun dəstəyi, maliyyə dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşəbbüsü ilə reallaşan Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri adlı layihə çərçivəsində Qəlb Cəbhəsi kitabının təqdimatı münasibətilə toplaşmışıq. Qəlb Cəbhəsi kitabında 44 günlük Vətən müharibəsinin iştirakçısı olan yazarların ədəbi örnəkləri yer alır və bu nümunələr həm döyüş meydanında, həm də söz cəbhəsində göstərilən qəhrəmanlığın bədii nümunəsidir. Bugün 44 günlük Vətən müharibəsində iştirak edən yazarların, qələm adamlarının şeirləri, hekayələri toplanmış bir kitabın təqdimat mərasiminə gəlmişik. Bayaq biz cənab rektorla görüşdə də vurğuladım. Bizim Sumqayıt ədəbi mühitindən, Sumqayıt mədəni mühitindən artıq illərə dayanan bir əlaqəmiz, əməkdaşlığımız var. Müxtəlif qurumlarla, Sumqayıtda yerləşən müxtəlif qurumlarla bizim bu vaxta qədər xeyli tədbirlərimiz həyata keçirilib. Bizim fəaliyyət istiqamətimiz Türk dünyasının müxtəlif nöqtələrini əhatə etsə də, həm də Azərbaycanın regionları və paytaxtı daxil olmaqla ədəbi mühitini əhatə etməyə çalışırıq. Sumqayıtda ədəbi, mədəni, tədbir əlaqələrimiz, ənənələrimiz davamlı şəkildə olsa da, Sumqayıt Dövlət Universitetindən birinci tədbirimizdir və sizlərlə bir araya gəlmək, bu universitetin auditoriyasında çıxış etmək, sizləri dəyərli Vətən müharibəsi iştirakçılarımızla tanış etmək, onların ədəbi nümunələrini sizlərə təqdim etmək bizim üçün çox xoşdur. Və inanıram ki, bundan sonra da bizim tədbir ənənələrimiz, ədəbi, mədəni əməkdaşlığımız davam edəcək. Gördüyünüz kimi, bizim dəyərli Vətən müharibəsi iştirakçılarımız, dəyərli yazarlarımız bugün çıxış üçün söz alacaqlar. Kitabda müxtəlif janrda, müxtəlif mövzuda ədəbi yaradıcılıq nümunələri toplanıb. Bu zamana qədər bu mövzuda bir neçə layihəmiz həyata keçirilib. Bugün isə yenə də həmin mövzuya qayıtmışıq. İnanıram ki, onların yaradıcılığından ki, hansı ki, nümunələr o kitabda yer alıb, siz o kitabdan yola çıxaraq onların digər yaradıcılıq nümunələrini də oxuyacaqsınız. Artıq internet əsridir. İnternetdə axtarış verəndə kifayət qədər onlar haqqında məlumat var. İstər bizim Dünya Gənc Türk Yazarlar Birliyi, istər digər ədəbi təşkilatların layihələrində bizim dəyərli yazarlarımız aktiv iştirak edirlər. Mən icazənizlə təqdim etmək istəyirəm. Vüsal müəllim həm bizim dəyərli şərqşünas alimimizdir, həm də Vətən müharibəsi iştirakçısıdır. Gözəl qələmi var, araşdırmaları var. Vüsal müəllimlə bizim əməkdaşlığımız hələ 2-ci Qarabağ müharibəsindən əvvələ dayanır. Nəsimi haqqında çox gözəl bir araşdırması vardı, yadıma gəlir, elə bir layihəmiz vardı. Emin Piri bizim Vətən müharibəsi iştirakçımız, Sumqayıtda yaşayan dəyərli qələm dostlarımızdandır, istedadlı şairimizdir. Elvin İntiqamoğlu yenə Sumqayıtda yaşayan, Sumqayıt Poeziya evinin əməkdaşıdır, istedadlı qələm dostlarımızdan biridir. Mən bir daha universitet rəhbərliyinə, dəyərli kollektivə bu səmimi ortam üçün, bu səmimi görüş üçün təşəkkür edirəm və inanıram ki, hər kəs bu görüşdən könlündə nə isə apara biləcək. Bugün texnologiyanın, internetin, bu kəsakəs vaxtında, bu tüğyan etdiyi vaxtda bəzən xeyirli, bəzən zərərli təbliğatın girdabına düşdüyümüz vaxtda həm də canlı ünsiyyətə ehtiyac var. Vətən müharibəsi iştirakçılarından, ədəbiyyat nümayəndələrindən canlı görüş, canlı ünsiyyət çox böyük əhəmiyyət daşıyır və
bu görüşlərin insan şuurunda, insan təfəkküründə izləri qalır. Həm kitabla tanış olacaqsınız, həm də bu görüşdən könlünüzdə gələcəyə nələrsə daşıyacaqsınız. Mən bir daha sizə təşəkkür edirəm. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən Qəlb Cəbhəsi kitabı, layihə çərçivəsində Qəlb Cəbhəsi kitabının təqdimatı həm Sumqayıtda, həm də Bakıda və digər regionlarımızda təşkil olunacaq. Bir daha hər birinizə təşəkkür edirəm. Sağ olun. Deməli, bugün bizi çox maraqlı bir proqram gözləyir. Proqram çərçivəsində yazarlarımızın çıxışlarını dinləyəcəyik, qiraətlərini dinləyəcəyik, tələbələrimizin qiraətlərini dinləyəcəyik. Daha sonra ədəbi diskussiyalar aparacağıq. Sonda isə təltif etmə və imzalama mərasimi baş tutacaq. Xoş gördük, əziz və dəyərli iştirakçılar. İlk olaraq İntiqam müəllimi bu layihə üçün, bu müqəddəs missiya üçün İntiqam müəllimə təşəkkür edirik. Belə bir söz var ki, deyir müharibəni döyüşçülər aparır, amma qələbəni yaşadan mədəniyyətdir. Yəni yazmaq lazımdır, hekayədir, şeirdir, estedir, nə bacarsanız. O cəhətdən mən deyim ki, bu müharibədə bu döyüşçü qardaşlarımız burada oturan döyüşçü qardaşlarımız müharibədə zəfər qazanıbsa, zəfərin yaşamasında İntiqam müəllimgilin çox böyük bir rolu var. Artıq neçə ildir bu tədbir gedir. Mən səhv eləmirəmsə keçən ildə bir layihənizdə iştirak eləmişdik hardasa. 2019-da da bir Nəsiminin şeirləri nə deyir, mənim elə bir adda kitabım çıxmışdı. Həmin dövrdə də sizin bir layihənizdə iştirak eləmişdik. Demək ki, bu elə bir müqəddəs missiyadır ki, davamı var imiş. Allah köməyiniz olsun ki, müharibədən sonra da bu müqəddəs bir missiya yenə sanki Allah tərəfindən sizə tapşırılıb. Təxminən, mən uzun illər mətbuatda da işləmişəm. 2000 ortalarında bizim Xocalıda olan hadisələrin şəkillərini ermənilər dünyaya göstərirlər öz adlarından. Deyirlər, görün Azərbaycanlılar bizi necə qırıb. Bizim həmin paylaşdığımız şəkillərin bəzisinə onlar deyirlər ki, yox, bu Serbiyada qırğında olanların şəklidir. Azərbaycan öz adına çıxır buna. Yəni, sosial şəbəkələrin, siz tələbələrin bugünkü hansı cəbhədə durmağınız, sizə bunu demək istəyir və inanıram ki, sizlər bunu eləyirsiniz də, inanıram ki, bu işlə də məşğulsunuz. Yəni, fikirləşməyin ki, sizin bu aktivliyiniz boşa gedir. Mənim böyük dayım və xalam oğlu 1-ci Qarabağ müharibəsində şəhid olmuşdu. Dayımı biz çox gözlədik. Qubadlı rayonunda məktəb direktoru idi, amma Həşim müəllim, amma heç onu da sümüklərini də tapa bilmədik. Anam da dünyasını dəyişincəyə qədər gözləyirdi. Əvvəl onu diri gözləyirdilər, amma sonra heç onda sümükləri gəlsin. Mən onu qısa bir notlarla şeirdə vermişəm bu mövzunu. Əslində bu qəbir açılanda ona aid eləmişdim bunu. Yəni, hamı istəyirdi ki, balası itkin də düşübsə sağ gəlsin. Amma o qəbir açılanda hamı istəyir, yox, elə mənim balam olsun. Necə bir ağır tendensiyadır, amma hamı istəyir ki, öz balası övladı olsun. Naməlum əskər məzarı. Qəbir açılacaqdı, naməlum əskər qəbri. Sevinirdi 7 ana, tanınacaqdı oğlunun qəbri. Bitəcəkdi bir illik həsrət, bir il idi analar nəş gözləyirdi. Hər gün gəlib qəbir yanına 7 yerdən hərəsə əziləyirdi. Mənim övladımdır, baxıb bir-birinə, nə olar əl çək, deyirdilər ürəklərində. Qəbir açılacaqdı bugün, ilk dəfə idi 7 ana sevinirdi. Tək biri sevinəcəkdi bugün, gözləyənlərsə 7 idi. Biri əlində xonça, toy söz vermişdi qonşusuna. Məktub da gətirmişdi, qonşu qız yazmışdı itkin nişanlısına. Digər ana 2 nəvəsi ilə gəlmişdi qəbir yanına. Nəvələr üzlərini sürtürdü naməlum şəhid məzarına. İslanmışdı göz yaşından, bu qəhrəman qəbir daha dözə bilmirdi, qalmamışdı qəbirdə səbir. Durun, ağlamayın, qəbirdən gəldi səs. Nə sənin, nə onun, mən hamının, mən vətənin balasıyam, bilsin bunu hər kəs. Sözü vermək istəyirəm. Bizim tələbəmiz Kənan bəyə çıxış edib, Həsən Günə şeirin səsləndirsin. Bu şeir bir hərbi xidmətdə olan bir atanın öz qızına yazdığı məktubdur və çox insanı dərin duyğulara aparan və kövrəldən bir şeirdir. Səsləndirim, şeirin adı Cəbhədən məktub. Mənə öz şərfini göndərmə daha, səngər beşik kimi istidir qızım. Vətən sənin kimi suyu şirindir, hamın özünə istədir qızım. Görsən darxarsan, şəkillərə bax, körpə əllərini boynuma dola, boylan pəncərədən getdiyim yola, bu məni görməyə bəs edər qızım. Mən burada yaxşıyam, sən də yaxşı ol,
Bilim ki sənin də günün şən keçir. İnan göndərdiyin bütün dualar gəlir başımızın üstündən keçir. Allah başımızın üstədir qızım. Allah üstümüzdən çəkməsə əlin, bircə yandırarıq zəfər məşəlin. Hamının qorxduğu zalım əcəlin boyu boyumuzdan bəstədir qızım. Əgər günün biri geri dönməsəm, eşidə bilməsən atanın səsin, qorxma, ürəyinə qorxu düşməsin. Atan ölməyibdi, xəstədir qızım. Atan ölməyibdi, xəstədir qızım. 2020-ci ildə mən müəllim idim. Tarix müəllimi işləmişəm 2016-dan 2022-ci ilə kimi. 4 ildir ayrı bir dövlət qurumunda çalışıram. Tarix müəllimi olmaq, açığı desəm, məndən həmişə bir müəyyən qədər utanc hissi verirdi. Çünki əvvəllər də səngər həyatım olub zabit kimi. İstər-istəməz şagirdlər sual verir. Hansısa artıq müasir dövrün tarixini keçəndə, yəni məğlubiyyətdən sual verir, həmin dövrün belə deyək, hərbçilərindən, kişilikdən sual verir. Bu şagirddir, 10 yaşı var, 10 deyəndə həmin vaxt tarix təhsil alınır. 14, 15, 16 yaşlı uşaqların sualları olur. Təbii ki, utanırsan. Müəyyən qədər yaradıcı bacarığından istifadə edib, belə deyək, yola verməyə mi çalışırsan, gələcəyə ümidlə mi aparırsan, bu yaxınlaşmalar olurdu. Amma 20-ci ildən etibarən mən çox sevdiyim, belə deyim, dərs oldu ki, Qarabağ tarixi faydı artıq zəfər tarixi kimi tədris olunmağa başladı. Az qala istəyirdim ki, hər gün zəfər tarixi olsun, həm də həvəsli vaxtlarımız idi həmin vaxtlar. Artıq bir il qabaqçı suallara adam həvəslə cavablamaq istəyirdi. Bu da yenə deyərdim, bu müharibəni, bu savaşı hər bir kəs qazandı. Xüsusən nəyə gətirər deyərdim. Yəni biz orada əsgərlərimiz olsun, istər zabit yoldaşlar olsun, onlar üçün təbii ki, zəfər önəmlidir, onu özün şahidi olursan. Sosial şəbəkəni izləyə bilmirsən, televiziyanı izləyə bilmirsən, amma bir-birimizdən xəbər tuta bilirdi və yaxud da özünü irəlilədikcə bilirdi. Bizə gələn orada, indi buradakı tələbələrim var burada, bir çoxunun yəqin ki 20-22 uzaqbaşı, həmin vaxtlar yəqin ki 14-15 yaşları var idi, məktəbli idilər. Yəni bizim üçün orada ən xoş olan bir yazım da var, məqaləm də var. Müqəddəs məktublar adlı bir yazı idi. Həmin məktəblilərin göndərdiyi məktublar idi. Yəqin burada əyləşənlər də həmin vaxt cəbhəyə məktublar yazıblar. Şəxsən məndə o gələn məktubların bir neçəsini hələ evdə saxlayıram. Mənə gəlir ki, evimin medallar qədər o məktəbli məktubları, çünki müəllim də olmuşam, bəlkə bununla bağlıdır. Yəni o medallar qədər mənə o qədər əziz və müqəddəsdir və adlarına da müqəddəs məktublar qoymuşam, saxlayıram. Yəni deməyim odur ki, o qələbəni həm də burada oturan məktəblilər qazandı, vaxtilə məktəbli olan şəxslər. Çünki o hərbiçiləri, şəhid olmuş şəxsləri də, müharibə olmuş şəxsləri də həmin məktəblilər irəli aparırdı həm də müəllimləri qədər. Və sonradan daha xoş olar ki, suallarınızla cavab verək və yaxud da danışaq, çünki tam olaraq bilmirəm, daha çox maraqlı olar. Amma bir-iki şeir demək istəyərdim, oxumaq istəyərdim. Sağ qalan varmı? Əskər sinası axtarır isinməyə, fevral şaxtasından üşüyən güllər. Hər əskər tabutu bir ağ gəlinliklə köçər. Əskər deyil, sevən qızın arzularını götürüb gedər hər atılan güllər. Soba yanında gecə yarısı bir qız, məktub yazır səngərə. Anasının yarı yuxulu, qızım yatmamısan sualına diksinib, üşüyürəm ana, odun atıram sobaya. Daha gecələri oyaq qalmağa, soba yanında məktub yazmağa, yalandan üşüməyə, sobaya odun atmağa ehtiyac yoxdur. Səngərdən qıvrıla-qıvrıla boğuq səsi gəlir tam komandirinin. Kimsə sağdır. Şeirin müəllifi Kərəm Aydın peşman olmuşlar. Fırlanır günəşin başına dünya. Bulud kölgəsini torpağa gömür. İnsanlar çox şeyə təəssüf edir. Peşmanlıq içində keçir hər ömür. Kiminsə işləri düz getməyəndə yadına qırdığı ürəklər düşür. Qəsdən dağıtdığı sərçə yuvası, qoparıb atdığı çiçəklər düşür. Çiçək qarğışından qorxur adam. İnanır sərçələrin ahına da. Və gedir, su verir solmuş bir gülə. Quşlara dən səpir küçələrində. Qəlbində təəssüf, ümid, həyəcan, ağlında yoluna düşməyən işlər. Faydası yox imiş peşman olmağın. Özümdən bilirəm, doğru demişlər. İnsanın sonraki ağlını Allah əvvəldə verəydin, əvvəldə gərək. Onda nə insanlar peşman olardı, nə qəlb inciyərdi, nə quş, nə çiçək.
İtkin Əsgər anası şeirimi demək istəyirəm. Bu şeirimdə İtkin Əsgər anasının monoloqudur, şəxsi emosiyalarıdır, şəxsi hissləridir. Çörək keçmir sualların boğazından. İtən bəxtim, hardasan, nə yeyirsən, nə içirsən. Şəhidlər də sağ-salamat gəldilər. Sən nə vaxta çatarsan, hansı kəndi keçirsən. Mən də dözümlüyəm bala, sən açsansa mən də acam. Sənə qurban olsun anan, sənə qurban olsun bütün çörək qırıntıları. Şəkillərin sildiyim əllərimi açıram sənə Allah. Mən oğlumu bayrağa, oğlum məni torpağa verməmiş öldürmə məni. Ölüsünü, dirisini görməmiş öldürmə məni. Bircə əsir düşməsin, bircə əsir düşməsin, razıyam qara olsun. Gözlərimin ümidli göy yaşları, əllərimin qırmızı duaları, ürəyimin yaşıl sıxıntıları. Ürəyimin yaşıl sıxıntıları. Şəhid qızı şeirimdən bütün şəhid övladlarına ithaf eləmişəm və onunla da çıxışımı yekunlaşdırmaq istəyirəm. Anan yalan danışır. Atan evə gələndə oyuncaq almayacaq. Anan gündə bir oyuncaq gətirəcək, deyəcək atan alıb, atan ancaq almayacaq. Anan yalan danışır. Atan evə gəlməyəcək. Gözün qalmasın qapıda səhərəcən, atan yatıb, sən də yat, atan gəlsin yuxuva evə gəlməyənə dək. Anan yalan danışır. Atan gələn elçiləri qarşılaya bilməyəcək, toyunda qız atası ürəyindən keçənləri arzulaya bilməyəcək. Anan yalan danışır. Anan yalan danışır. Yalanlar da atan kimi bir gün çıxacaq yoxa, sinif yoldaşların sənə şəhid qızı deyəcək. Bilirsənmi nədir ən qəribəsi? Tarix dərsində ağlaya-ağlaya yazacaqsan lövhəyə. 2-ci Qarabağ müharibəsi. 2-ci Qarabağ müharibəsi. Şeirim Nurlan Qasımovun şeirlərindən biri olacaq. Bu elə köz deyil, tez yanıb sönəm. Ömürlük ayrılıq, əzab və həsrət. Çox evlər gözlədi, oğul sağ dönəm. Səhərlər qaranlıq, gecəsi zülmət. Hər gecə qüssədən qəmə yol gedir. Daxilən əzablar, intizar, həsrət. Dastana dönənlər bizi tərk edir. Puç olur ürəkdə, arzu və niyyət. Oldu parça-parça alışdı qəlbim. Danışa bilmədi can şəhidlərim. Baxdıqca məzara çoxaldı dərdim. Vətən üçün axıtdı qan şəhidlərim. Şəhidlər ölməz, vətən bölünməz. Bu səslə irəli addımladıq biz. Qurdürək oğullar gəldi, yetişdi. Biri Fərid oldu, biri mübariz. İndi isə sözü vermək istəyirəm Riyaziyyat Fakültəsinin tələbəsi, Vətən müharibəsi iştirakçısı Rahil Xəlbova. Mən də sizin hər birinizi salamlayıram. Başda Sumqayıt Dövlət Universitetinin müəllim professor heyətini, əziz tələbələrimizi salamlayıram. Döyüşçü qardaşlarımızı salamlayıram. Çox sağ olun ki, bu Qızıldan dəyərli vaxtınızı ayırıb bizlərə universitetə gəlmisiniz. Və mən də Azərbaycan Respublikasının xüsusi təyinatlı qüvvələrində 8 il kimi peşəkar bir hərbiçi kimi işləmişəm və bu 27 sentyabrda başlayan Vətən müharibəsində də 44 günlük Vətən müharibəsində də iştirak eləmişəm. Ta 5 rayonun alınmasında özüm şəxsən iştirak eləmişəm, öz şəxsiyyətimlə bir kiçik komandir olaraq və bununla da bir qürur duyuram. Ta düz Kəlbəcərdən başlayaraq Murad dağından Cəbrayılın, Füzulinin, Xocavəndin, Hadrutun, Xocavənd rayonu və Şuşa şəhərinin alınmasında da iştirak eləmişəm və orada da yaralanmışam 8 noyabrda. Və burada iştirakımla da bir fəxr edirəm. Sağ olun ki, siz mənə də söz verirsiniz və çağırmısınız. Bununla da bir qürur istəyirik. Çox sağ olun. Qızıldan dəyərli vaxtınızı bizlərə ayırmısınız. Çox sağ olun. Digər tələbəmiz 44 günlük Vətən müharibəsi iştirakçısı Hüsnü Sarıyeva vermək istəyirik. Hər birinizi salamlayıram. Hörmətli müəllimlər, əziz tələbə yoldaşlarım və dəyərli iştirakçılar. Sizləri səmimi qəlbdən salamlayıram. Bugün burada doğma təhsil ocağımız Sumqayıt Dövlət Universitetində çıxış etmək mənim üçün böyük şərəf və qürur hissidir. Çünki bu universitet mənə yalnız bilik vermədi. Bununla yanaşı, həm də vətənpərvər ruhunu, məsuliyyəti və vətəndaşlıq borcunun necə bir əhəmiyyətli rol oynadığını öyrətdi. 2020-ci ildə baş verən və tariximizə qızıl hərflərlə yazılan 2-ci Qarabağ müharibəsi hər birimizin taleyində böyük bir iz buraxmışdır.
Sözümü qısa kəsmək istəyirəm. Çox uzatmaq istəmirəm, dəyərli vaxtınızı da almaq istəmirəm. Qeyd etmək istəyirəm ki, Sumqayıt Dövlət Universitetinin təhsil alan tələbələrindən biri və dəyərli müəllim heyətimizə bu tədbir təşkil etdiyiniz üçün təşəkkür edirəm. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Tədbir iştirakçılarını hər birini salamlayıram. Həsən Gürün Qərənfil şeiri əslində bir 44 günlük Vətən müharibəsinin fondunda bir qızın ata həsrəti ilə bağlı yazdığı şeirdir. Təcrübli hekayəsini nəql edir. Qızım, sənin adın nə? Mənim adım Qərənfil. Gözünə qurban olum, darıxırsan elə bil. Atamı gözləyirəm. Atan hardadır sənin? Müharibəyə gedib, o döyüşür gecələr. Nə vaxt gedibdir atan? Gecikdiyi çox vaxtdır. Çoxdur, əmican, çoxdur. Ananın da atadan bir xəbəri yoxdurmu? Anam indi işdədir. Qızım, harda işləyir? Anam çox mehribandır. Yarpaqları çox sevir. Səhərdən axşamacan onları təmizləyir. Yaxşı mehriban anan. Atandan bir söz demir. Demir, əmican, demir. Daha yollara baxmır, daha onu gözləmir. Mən dünən çox ağladım. Gecə yatmazdan əvvəl. Anamın nə etdiyin izləyirdim gizlicə. Atamın divardakı şəklini qucaqlayıb belə deyirdi əmi. Mən necə böyüdəcəm, atasız bu yetimi. Mən necə böyüdəcəm, atasız bu yetimi. Tədbirimizin diskussiya hissəsinə keçid edirik. Bildiyiniz kimi hər birinizə kitablar paylanılıb. Bu hissədə istədiyiniz şeiri səsləndirə, fikirlərinizi bölüşə və suallarınızı ünvanlaya bilərsiniz. Buyurun. Verəcəyim sualına ibarətdir ki, əsərin dilinə baxanda sadəcə biraz mənə görə asan dildə yazılıb. Əgər nəzər yetirsək ki, bu müharibə haqqında bir əsərdir, yəni qəlb cəbhəsidir. Burada tragediyadan, o cümlədən müharibənin hiddətlərindən, dəhşətindən, şiddətlərdən yazılmalıdır. Və sonunda əsərin asan dildə yazılmasının səbəbi nədir? Bütün oxuculara anlaşılmaq üçün, yoxsa insanların qəlbinə toxunmaq üçün idi? Əslində qəlb cəbhəsi əsər deyil, antologiyadır, ümumi bir addır. Antologiyada müxtəlif şeylər toplusu deməkdir. Yəni bu roman deyil, piyes deyil. Burada əsas faktordur ki, əsas argument odur ki, burada şeylər yer alanada müharibədə iştirak eləsin. Yəni əsas komponent budur. Burada sevgi, vətən, mövzu fərqi qoyulmur. Bir də ki, qəlb cəbhəsi ümumi bir başlıqdır. Yəni bu qəlb cəbhəsi olmazdı, mən vətənimdə ola bilərdim, necə ki, mənim elə layihəsi də var. Və yaxud da ki, sevgili vətən də ola bilərdi, igidlərin sözü də ola bilərdi. Yəni bu ümumi bir addır. Bu sırf bir roman deyil də, yəni piyes deyil, onu demək istəyirəm. Ədəbiyyatdır, poeziyadır, incəsənətdir, teatrdır, kinodur. Daha çox onun bəsləndiyi qida dəhşətlər və faciələr, tragediyalardır. Məsələn, xoşbəxtdə siz böyük gözəl əsərlər görə bilməzsiniz. Bir-iki nümunə ola bilər. Ən böyük sevgi şeirləri ayrılıqdan, həsrətdən yazılır, belə deyilmi? Və ya uşaqlar haqqında yazılan ən gözəl şeirlər bir neçə istisna çıxmaq şərti ilə hamısı ya yetim uşağın hisslərindən yazılır və s. Bir də normal, belə deyil, bizə görə pozitiv gələn şeir buzlu uşaq şeirini deyə bilir. Əslində qalsın, mahiyyətcə o da faciədir. Uşaq yürəyində buz yığılır, o da əzilirdir. Yəni, incəsənətin qidası, acımasızca desək də, qəddarlıqla sayılsa faciələrdir. Amma bir də baxın ki, faciəni olduğu kimi çatdırmaq, yəni biz gördüyümüz kimi adam yoldan keçdi, ürək olsun əlini uzatdığım adamlardan, birini maşını vurdu. Bunu bu cür informasiya kimi, jurnalist kimi çatdırmaq. Bir də var ki, bunu biologiya tələbələrə daha yaşlıdır, mən biologiyanı oxumamışam. Bədii dildə qəlbə incəsənətin əslində qayəsi də budur. Yəni, bu cür çatdırmaq. Amma mənə görə müharibədə daha önəmli olan, orada döyüşçülər keçirlər önəmlidir incəsənət üçün. Halbuki 200 km, 300 km, 500 km Xırdalanında, Sumqayıtda oturmuş bir 6-7 yaşlı qız uşağının atası ilə bağlı xəyalları gözlənməsini səslə kəsirir. Və yaxud da hansısa ucqar bir rayonunda, Cəlilabadda olsun, Biləsuvarda olsun, sevən bir qızın sevgilisi üçün dua etməsi, onun üçün xatirə yazması, məşğul yazmasıdır. Yəni, mənim üçün müharibənin daha çox dəhşətləri, çatdırmaq istədiyim bunlardır. Raketdən görmək istəyiriksə, yəni bu mənim baxış açımda, yanaşmamda, başqası daxil ola bilər. O zaman videolar da odur. Suriyada çəkilən, Ukraynada bu gün olan videolar bütün müharibələrə bəs edir. Aşağı, yuxarı hər şey var. Bir şeirimi oxuyum bu barədə. 44. Uşaq atasına sual verir də, yol gedirlər, 44 rəqəmini görüb. Ata, ay ata, 4-4 neçədir? Sual verdi qazi atasına uşaq. Düşündü bir qədər dərindən ata, axı necə desin bunu yumşaq? Axı bu adi rəqəm deyildi ki, 44 rəqəmi belə deyə bilsin. 44-ün içində nələr vardır, rəqəm adlı pərdəni necə silsin? 44-də neçə-neçə igidlər yatır, ömürlərini bu rəqəmdə bitirmişlər.
Neçə-neçə qorxmaz, qəhrəman qazilər ayaq qollarını bu rəqəmdə itirmişlər. Bu həm dərdli, həm məğrur qoşa rəqəmlər şəhid analarının ümid yeridir. Hər gün analara ahəstə, xısın-xısın ağlayaraq deyir ki, sevinin, balalarınız diridir. Nişanlıların üzük qaşıdır bu rəqəmlər. Bu rəqəmdən dillənir saf yarımçıq sevgilər. Bu rəqəmlərlə xatırlanır hər xatirənin içindəki ən ülvi nakam, sirli cizgilər. Dilləndi ata, oğul, bu adi rəqəm deyil, tarix yatır bu rəqəmin mətnində. Bir xalqın tam arzı qaldığı şanlı tarixi gəzdirir bətnində. Zəngilan Qubadlı, Laçın var bu rəqəmdə, Füzuli Cəbrail, Hadrut Xocavənd, Kəlbəcər Suqovuşan Ağdam var, dağ, dərə, şəhər, qəsəbə, neçə də kənd. Sevindirir Cavanşirin, Babəkin ruhunu, bu rəqəm Şah İsmailı canlandırır. Nadirin, Cavadın səsidir bu rəqəm, mənfur düşmənə öz yerini qandırır. Baxın, şeirin ortasınacan ata gedib həmin müharibənin sanki içindədir. İndi deyə bilmir ki, deyir, axı bu rəqəm adi rəqəm deyil, necə desin 44 rəqəmi adi bir rəqəmdir. Bunun içində deyir, ayağı qollarını itirmiş qazilər var, şəhid anaları var, bunun içində o nişanlarını gözləyən o nişanlı qızlar var. Amma yenə də təzədən fikirdən ayrılır, təzədən dilləndi ata, oğul bu adi rəqəm deyil, bunun içində tarix yatır, başlayır. Yəni bizim bir gözümüz, yəni bu döyüşçü yazarların, belə döyüşdən bir gözü gülür, bir gözü ağlayır həmişə. Əslində o müharibənin acısını, həyəcanını yaşayan adam bu şeirləri oxuduqca, yəni məsəl üçün mən oxudum, bir anlıq həmən vaxtlara qayıtdım. Necə ki, mən də tələbə olanda, yəni məktəbli olanda deyirdilər ki, 1-ci Qarabağ müharibəsi şəhidlərimiz, o sözü o qədər də anlamırdıq da. Yəni eşidirdik, başa düşürdük, amma necə deyim, qəlbimizə yatmırdı. Yəni onu tam ruhumuzla duymuruq. Ta ki gəlib ikinci dəfə, yəni biz o müharibəni yaşadıq, keçdik. Cavanlarımız yəni şəhid oldu, yəni ailəlilər oldu, subaylar oldu, fərqi yoxdur, yəni xanım şəhidimiz də oldu. Yəni o acıdan keçəndən sonra, yəni o 1-ci Qarabağ müharibəsində olan şəhidlərimizi yəni daha belə ürəkdən anırıq, daha belə qəlbimiz sızlayır və bunu oxuduqca və burada hər bir situasiya üçün, yəni burada hər cümlədə yazılan söz qəlbin səsidir əslində. Yəni bu hiss olunur ki, o hadisəni, o hissləri yaşamış insan yazıb bu şeirləri. Və mən arzu edirəm ki, biz bir daha müharibə görməyək. Əslində indiki bizim pozitivdə yaşamağımız, Elmar müəllim bayaq vurğuladı, necə sülh, əmin-amanlıq içindəyik, küçədə rahat gəzə bilirik. İndi müharibədən bu yana şükürlər olsun ki, o xəbəri biz eşitmirik ki, bu qədər şəhid, məsəl üçün olurdu da əvvəl müharibəyə qədər ki, 2 nəfər şəhidimiz var, atışma olub, hücuma keçiblər və s. Amma görün, yəni 2-ci Qarabağ müharibəsindən bu yana stabil, sakit həyatımızı yaşayırıq. Əslində bu pozitivin, bu sakitliyin kökündə nə dayanır? 44 günlük müharibə, şəhidlərimiz, qazilərimiz. Yəni Allahdan şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzu edirəm. Yəni həqiqətən biz onlara borcluyuq. İndiki bu, hətta bu auditoriyada sakit oturub bunu xatırlamağımız, müzakirə etməyimizə görə onlara borcluyuq və arzu edirəm ki, yəni bu cavan uşaqlar, yəni tələbələr, məktəblilər şəhidlərimizi unutmasınlar, həmişə hörmətlə yad eləsinlər, qazilərimizi də eynən. Biz irəli gedirik, səngimir top səsi, yaralanan dostunun gedir, gəlir nəfəsi, şükür, şükür, çox şükür. Yoldaşıma zəng gəlir, anasıdır deyəsən. Qırıq-qırıq səsilə deyir ki, ölməmişəm, gecə rahat yatmışam, yeməyimi yemişəm. Yoldaşım danışdıqca yorğun gözləri yerə gilə-gilə yaş tökür. Sonra anası deyir, səni verənə şükür, 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 çox şükür. Yalan dedi şahidəm, nə düzəməli yeyir, nə isti yerdə yatır. Ömründə ilk dəfədir, anasını aldadır. Yatağı buz olsa da, dili susuz olsa da, ölməyibdi, yaşayır. Sol qolunun üstündə kiçik qəfə daşıyır. Hərdən açır sarığına, baxır və gülümsüyür. Bu vətənin uğrunda nəsə etmişəm deyir.
mən sual verənlərə, çıxış edənlərə bir daha təşəkkürümü bildirirəm. Qoy bundan sonra Türk dünyasında önəmli yeri olan Azərbaycanın bayrağı həmişə torpaqlarında yüksək səviyyədə ürəyimiz istəyən kimi dalğalansın. Biz buna inanırıq və inanırıq ki, sabaha yetişən siz gənclər firavan, suveren Azərbaycanda ürəyiniz istəyən kimi yaşayacaqsınız. Bu da təbii ki, bizi bu günləri qazandıran başda Ali Baş Komandanımız olmaqla Vətən müharibəsində canlarını, sağlamlıqlarını fəda etmiş insanların sayəsindədir. Hər birinin qarşısında baş əyirik. Hər biriniz var olasınız.